Bismillahirrahmanirrahim. Bu dünyada hamıya, ahiretin günü ise yalnız ve yalnız iman sahiplerine merhamet gösterecek Allah Teala'nın adıyla başlayıram. Allah'ın salam ve rahmeti olsun, alemlere rahmet olarak gönderilmiş aziz peygamberimize ve onun pak ehli beytine, müqəddəs imamlarımıza, hansılar ki Allah Teala onları bütün çirkinliklerden uzak etmiş ve tertemiz, pakize karar vermiştir. Allah'ın salam ve rahmeti olsun, zamanımızın imamı, Allah'ın hücceti, yeryüzündeki nuru ve delili, ağamız ve Mevlamız, İmam Zaman aleyhisselama. Allahümme mübarek Ramazan ayının 21. gecesi ihtimal olunan Qədir gecelerinden birini yaşayırıq. Çok mübarek ve əzəmətli bir gecedir. Belə ki, Qədir gecesi 1000 aydan üstün olan bir gecedir. Bu ayda deyilen Allahu Ekber, 1000 aydan deyilen Allahu Ekber'den daha üstün. Bu gece kılınan 2 rekat namaz, edilen dua, 1000 ay ibadetinden daha üstündür. Ve bu gece tekdirat, qəza geceleridir. Eğer bir emel Qədir gecesinde 1000 aydaki emelden üstündürse, deməli həmin o gecenin özü, o gecenin getirdisi, götürdüsü 1000 ayın taleyini müəyyən edebilir. Ramazan ayının 19. gecesine tekdirat gecesi deyilir. Miqdarların, ölçülerin, yani hayatın riyaziyatının təyin olunduğu gecedir. Bu hayat qədərlərdən, ölçülerden ibarettir. Yani riyaziyattan ibarettir. Allah Teala her bir şeyi bu hayatta qədərlə, ölçüyle edir. Yani riyaziyatla edir. Deyirlər 19. gece bende ki Allah'a dua eləyir, istiğfar edir, temizlenir. Onun həmin gecede ettiği əməllər, onun bir ilinin gelen ile qədər, onun hayatının miqdarlarını, ruzisinin, ömrünün, bəlalarının, xoşbəxtçiliyinin miqdarını müəyyənləşdirir, ölçülərini, sərhədlərini müəyyənləşdirir. Təqdir gecəsidir. Biz keçən dəfə muizədə qeyd elədik. İnsan beyni bütün kainatın məlumatlarını özündə ehtiva edebilir. Deməli, insan beyni insanın bütün hareketlerini qeyd edir. Bizim bütün ettiklerimiz bizim beynimizde, şuurumuzda yazılır. Kur'an deyir ki, nəinki beynimizde, bütün əzalarımızda yazılır. Mübarek Yasin suresinde Allah Teala belə buyurur. يَوْمَ نَخْتِمُ عَلَى أَفْوَاهِهِمْ. Biz ahiretin gününde ağızlara qıfıl vuracağıq. وَتُكَلِّمُنَا أَيْدِيهِمْ وَتَشْهَدُ أَرْجُلُهُمْ بِمَا كَانُوا يَكْسِبُونَ. Ağızlara qıfıl vuracağıq. Onların əllərini, ayaqlarını dindirəcəyik.
əllər başlayacaq danışmağa, ayaqlar danışacaq. Yəni əzalar dilə gələcək. Əzalar necə dilə gələcək? Çünki o əzalar o informasiyanı daşıyır. İnformasiya kainatda itmir. Bütün informasiyalar, etdiklərimiz hamısı qalır. Qalır deyə ona görə ayə deyir ki, ağızlar yumulacaq, əzalar dilə gələcək. Şəhidə aleyhim səmuhum və bəsəruhum və culuduhum. Ağızlar bağlanacaq, gözlər, qulaqlar, gözlər və hətta dəri, insanın dərisi başlayacaq danışmağa, şəhadət verəcək. Yəni dəri, göz, qulaq, ürək, nə informasiya onda varsa, hamısını nə edəcək? Çölə tökəcəkdir. Hətta insan deyəcək ki, limə şəhidtum aleyna. İnsan deyəcək, niyə mənim əleyhimə siz şəhadət verdiniz? Axı siz mənim gözüm idiniz, mənim qulağım, mənim dərim, mənim ayağım idiniz. Nə üçün mənim əleyhimə şəhadət verdiniz? Onlar deyəcəklər, qalu əntəqənəllahulləzi əntəqə kullə şey. Biz öz başımıza deyilik ki, hər şeyi dilləndirən, hər şeyi dilə gətirən Allah bizi də dilə gətirdi. Yəni, bədən başlayır dilə gəlməyə. Çünki Allah həmin o informasiyanı bədənin əzalarından, belə deyək, çölə tökür. Tamam, əgər belədirsə, informasiya beyində və əzalarda qalırsa, bugünkü gecənin işi bundan ibarətdir. Biz özümüzü, belə deyək, format edirik. Yəni, istiğfar etməklə, xətalarımızı, günahlarımızı yad etməklə, bir-birimizdən halallıq almaqla, bizim beynimizdə və əzalarımızda toplanmış olan günah və xətaların informasiyasını nə edirik? Təmizləmiş oluruq. Təmizləmiş oluruq deyə bu bizim gələcək taleyimizə, bir illik taleyimizə təsir göstərir. Və həmçinin etdiyimiz dua bizim bir illik taleyimizə təsir göstərmiş olur. Bu nöqteyi nəzərdən çox önəmlidir. Bir gün Peyğəmbər sallallahu aleyhi və aleyhdən soruşdular, ya Rasulallah, əgər biz Qədr gecəsinə çatsaq, Allahdan nə istəyək? Həzrət cavab verdi ki, Allahdan afiyət istəyin. Afiyət, yəni salamatçılıq istəyin. Amma nə ki, təkcə bədən salamatçılığı? Allahümmə inni əsəlükə əl-afiyə, afiyyətəd-din və dünya vəl-axirə. Biz səndən həm dünya salamatçılığımızı, həm axirət salamatçılığımızı, həm din, etiqad, əqidə salamatçılığımızı istəyirik. Bu gecə Allahdan afiyət istəməyin gecəsidir. Yəni, iki şey var. Bir, təmizlənmə, bədəndə toplanmış olan mənfi informasiyanın bədəndən təmizlənməsi. İkincisi, bədənin, ruhun zinətlənməsi, Allahdan afiyət istəmək, ruhun gözəlləşməsi. Bu nöqteyi nəzərdən həqiqətən də mühüm bir gecədir. Bu gecənin sahibi Əmirul Müminin Əli əleyhissalamdır. Bir gün Peyğəmbər sallallahu aleyhi və aleyh Həzrəti Əli əleyhissalama deyir ki, ya Əli, sənə 6000 qoyun hədiyyə edim,
ya 600 min qoyun, ya 600 min dinar, ya 600 min söz hədiyyə edim. Əli əleyhissalam cavab verir. Ya Rasulallah, mənə 600 min söz hədiyyə et. Peyğəmbər sallallahu aleyhi və aleyh buyurur, ya Əli, həmin o 600 min sözü mən 6 kəlmədə, 6 cümlədə xülasələşdirib sənə deyirəm. Moizə edən kimdir? Peyğəmbər. Eşidən kimdir? Peyğəmbərin ən əzəmətli şagirdi, tələbəsi Əmirül Müminin Əli əleyhissalam. Görün Peyğəmbər bu cümlələrdə, 6 cümlədə Əli əleyhissalama nə deyir? Deyir, ya Əli, İzə rəəytən nas yəştəğilunə bil fəzail, fəştəğil əntə bi itmamil fəraiz. Əlican, görsən ki, cəmaat fəzilətlərin, müstəhəblərin edilməsi gözəl olan, amma vacib olmayan əməllərin dalıca qaçır. Sən bütün fikrivi yönəlt vacibləri tamamlamağa. Vaciblərin tamamlanması, edilməsi müstəhəb, bəyənilən, amma vacib olmayan əməldən qat-qat üstüdür. Vacibi yerinə yetirmək daha vacibdir. Ən vacibidir. Bəzən görürsən ki, insanlar müstəhəb işlərə baş qoşur, amma vacib işlər onların zehnindən qaçır. Məsələn, tutaq ki, dostla oturmaq müstəhəbbidir. Amma dostla oturmaq müstəhəbbidir. Doğrudur. Dosta süfrə vermək, taam vermək, ikram etmək müstəhəbbidir. Lakin namaz vacibdir. Müstəhəbbə görə mümkün olan qədər gərək namazı təxirə salmayasan. Peyğəmbər sallallahu aleyhi və aleyh buyurub namaz, Əli əleyhissalam deyib namaz, bütün imamlar, İmam Zaman əleyhissalam deyib namaz, namazı vaxtında qılmaq. Bir gün Əbu Bəsir Mədinədən çıxmışdı. İmam Sadiq əleyhissalam dünyasını dəyişmişdi həmin dövrdə. Əbu Bəsir Mədinəyə qayıtdı, gəldi Ümmü Həbibə Rizvanullah Teala aleyhin huzuruna, dedi, Bibican, mən ağam şəhadətə yetəndə Mədinədə deyildim. Ağanın son sifarişləri, son sözləri nə olub, xəbərim yoxdur. Mənə deyə bilərsənmi? Bibi Ümmü Həbibə cavab verdi. Əbu Bəsir, İmam Sadiq əleyhissalamın son günləri idi. Həzrət qohum-əqrabasını yığmışdı öz başına. Onlara bir söz dedi. Dedi ki, ey mənim qohumlarım, siz bizdənsiniz, yəni Əhl-i Beytdənsiniz. Lakin biz Əhl-i Beytin şəfaəti namazı yüngül tutanlara şamil olmayacaqdır. Zöhr namazının vaxtı daxil oldusa, əgər sənin üzürlü səbəbin varsa, tutaq ki, paltarın təmiz deyil və yaxud, məsələn, bir narahatçılığın var, qripsən və yaxud başın ağrıyır, səcdəyə gedə bilmirsən, gözləyirsən ki, halın düzəlsin və yaxud, məsələn, boynunda tutaq ki, quslu var insanın, ya hər hansı bir səbəbə görə, ya paltarında nəsə bir xələl var filan, buna görə namazını gecikdirir. Tamam, bu üzürlü səbəbdir. Allah bunu qəbul eləyir. Lakin heç bir üzürlü səbəb olmadan günorta namazını saat 5-də qılmaq, bu namazı yüngül tutmaqdır. Namazı yüngül tutmaq haramdır. Doğrudur, zöhr namazının vaxtı günorta saat tutaq ki, saat 1-dən axşam saat məsələn 7-nin yarısınadır.
Daha mənası bu demək deyil ki, sən ürəyin istəsə, heç bir üzürlü səbəb olmadan sən namazı saat 5-də, 6-da, 7-yə 20 dəqiqə işləmiş qılasan. Və yaxud heç bir üzürlü səbəb olmadan işə namazını saxlayasan, gecə saat 12-yə qalmış qılasan. Üzürlü səbəb varsa, təbii məqbuldur, qəbul olunur. Söhbət üzürsüzdən gedir. Üzürsüz səbəbə namazı əvvəl vaxtdan təxirə salmaq haramdır. Haramdır, günahdır. İstixfaf bis səlahdır, yəni namazı yüngül saymaqdır. Həzrət buyurdu ki, bizim şəfaətimiz namazı yüngül tutana yetməz. Əmirül Müminin əleyhissalam bir mübarək hədisdə belə deyir. İxtəbiru şiəti bi xusləteyn. Mənim şiələrimi iki xislətlə imtihan edin. فَاِنْ كَانَتَ ف۪يهِمْ فَهُمْ şiəti. Əgər bu iki xüsusiyyət onlarda varsa, o mənim şiəmdir. Ola bilər ki, bir insan gəlir İmam Hüseyin rozasında ağlayır. Gəlir bir insan, fərz edək, nə bilim, insanlara hörmət etməkdə, ikram etməkdə canı başdan çalışır. Lakin bu məsələ, bu xüsusiyyətlər yetərmi ki, bir insan özünü Əmirül Müminin şiəsi hesab eləsin, Əli şiəsi özünə desin? Əli əleyhissalam deyir ki, xeyr, yetmir. Baxın, görün, iki xüsusiyyət onda varsa, o mənim şiəmdir. Əgər o xüsusiyyət yoxdursa, onda fəhum leysu min şiəti. Onlar mənim şiələrimdən deyil. Soruşdular, ya Əmirəl Müminin, hansı iki xüsusiyyətdir? Həzrət buyurdu, muhafizətuhum əla ovqatis sələvat. Birincisi, namazın vaxtlarına diqqətli yanaşmaları və ikincisi, və muvasatuhum mə ixvanihimil müminin bil mal. İkincisi, mal dövlətdə gör o insanlar öz mömin qardaşlarına əl uzadırlar, ya yalnız mən yeməliyəm, mən qazanıram, mənimdir, hər şey mənimdir, hər kəsi özündən uzaq saxlayır. Nabada o insan məndən bir şey istəyən, auzubillah. Həzrət buyurur ki, və in ləm təkuna fihim. Əgər bu iki xüsusiyyət, yəni dünya malında və namaz vaxtlarında diqqətli deyilsə, fə'uzub, sümmə uzub, sümmə uzub. Uzaq durun. Bir daha uzaq durun, bir daha uzaq durun. Həzrət 3 dəfə təkid elədi ki, onlar bizim şiələrimizdən deyirlər. Ya Ali, birincisi budur ki, cəmaat fəzilətlərlə məşğul olduğu halda sən vaciblərini daha çox yerinə yetir. Bu birinci xüsusiyyət. İkincisi, və izə rəəytən nas yəştəğilunə bi'əməlid dünya fəştəğil əntə bi'əməlil axirə. Ya Ali, əgər görsən ki, insanlar dünya əməli ilə məşğuldur, sən axirət əməli ilə məşğul ol. Dünya əməli ilə məşğul olmaq nə deməkdir? Dünya əməli ilə məşğul olmaq, dünyanı dünya üçün istəməkdir. Dünyanı dünya üçün istəmək bəyənilməyəndir. Bir insan dünyasını axirətinə vəsilə qərar verər. Bu, dünya əməli deyil, bu axirət əməlidir. Məsələn, sən pul qazanırsan, öz ailəvin abırsını, namusunu qorumaqdan ötürü, öz ailəvin ehtiyaclarını ödəməkdən ötürü. Sən pul qazanırsan, Allah yolunda artığından xərcləyəsən. Sən pul qazanırsan, xeyirxah işlər görəsən. Bu dünyadır, axirətdir. Axirətdir. Dünyanı dünya üçün sevmək dünyadır.
və belə bir dünya, belə bir sevgi bütün xətaların başıdır. Ra'su kulli xati'ə, hubbud dünya ra'su kulli xati'ətin. Bütün xətaların başı dünya sevgisidir. Yəni dünyanı dünya üçün sevməkdir. Dünyanı axirət üçün istəmək, tələb etmək Allahın bəyəndiyi bir xüsusiyyətdir. Elə ona görədir ki, hədis-i şəriflərdə qeyd olunub, ailə yolunda xərclənən 1 manat Allah yolunda xərclənən 1 manatdan daha üstündür. La ilahe illallah. Faştagil ente bi'amelil ahire. Ve izâ ra'eyten nas yeştagilûne bi'uyûbin nas. Faştagil ente bi'uyûbi nefsik. Üçüncüsü, biraz özüvə dön. Biraz öz halıva döngünən. Ya Əli, görsən ki, cemaat başqalarının eybləri ilə məşğuldur, sən öz eyblərindən məşğul ol. Yəni, gözün cemaatın üstündən olmaqdan daha çox özünü düzəltməyə çalış. Nəinki cemaatın eybini axtargına ki, filan kəs görüm nə işdir, filan kəsdə hansı eyb var, filan kəsdə hansı nöqsan var. Bir dəfə Həzrəti Musa aleyhisselam münacatda Allaha xitab elədi. Dedi, ya Rəbbim, ey mənim Rəbbim, Misirdə bir kişi var, yaxşı pulu var, imkanatı genişdir, sağlamlığı da var, tamamilə dinsiz adamdır, heç dini yoxdur. Bir dəfə olsun heç başı belə ağramır. Yəni, dünya tamamilə bu kişiyə üz gətirib. Amma o tamamilə səndən üz döndərib. Bu necə olur, ya Rəbbim? Allah Teala buyurdu ki, ya Musa, mən o şəxsi hələ bu dünyada elə bir əzaba düçar etmişəm ki, heç kəsi onun qədər əzaba düçar etməmişəm. Soruşdu, ya Rəbbim, heç onun başı ağramır. Onun hansı əzaba düçar eləmisən? Buyurdu ki, Musa, mən onun özünü onun yadından çıxartmışam. Bir insanın özünü onun yadından çıxartsam, heç zaman o məni yadına sala bilməz. Vay o vaxtdan ki, bir insan özünü unuda. Özünü unutmaq bilirsiniz nə deməkdir? Yəni, hardan gəlmişəm, hardayam, hara gedəcəyəm? Əzizlər, hər bir varlığın bu 3 sualın cavabın onun üçün zəruridir. O adam ki, o insan ki, bir bunu dərk eləyib, mən hardan gəlmişəm, nə üçün yaranmışam, nə üçün varam və sonum hara gedəcək? Bunu bilsə bir insan, o həqiqəti tapıb. Yoxsa ki, bir insan bunu tapmayıb, bunu dərk eləmir. Yüzlərlə qapısında maşın var. 5 dənə VIP təyyarə ilə ora-bura uçur. Milyardlarla pulu var. Ən bahalı xəstəxanalarda da müalicə alır. Bu insan dünyanın ən bədbəxt adamıdır. Əgər özünü unuda, öz kimliyini unuda, nə üçün var olduğunu unuda, hardan gəlib hara gedəcəyini unuda. İnsanın özünü unutması, onun çalarlarından, onun surətlərindən biri də insanın öz eybləri ilə məşğul olmayıb, başqalarının eyblərinə məşğul olmasıdır. Başqalarının eyblərinə məşğul olmaq insanın özünün yaddaşından çıxarır. Özünün yaddaşından çıxarılması get-gedə səbəb olacaq ki, insanın Allaha olan bağlılığı zəifləmiş olacaqdır. Ona görə
çox önəmlidir. Zahirdə bizə bir əxlaq kimi gələ bilir insanın öz eybləri ilə məşğul olması. Amma əslində onda çox böyük bir hikmət yatır. Ya Əli, görsən ki, cəmaat başqalarının eybləri ilə məşğuldur, sən öz eyblərindən məşğul ol. Dördüncüsü, وَإِذَا رَأَيْتَ النَّاسِ يَشْتَغِلُونَ بِتَزْيِينِ الدُّنْيَا فَاشْتَغِلْ أَنْتَ بِتَزْيِينِ الْآخِرَةِ. Ya Ali, əgər görsən ki, cəmaat dünyaya zinət vurmaqla məşğuldur, sən öz axirətivə zinət vurmaqla məşğul ol. Dünyaya zinət vurmaq, bir var ehtiyaclar, bir də var ehtiyacdan kənar sənin zövq alacağın xüsusi zinətlər, dünya zinətləri. Bu zinət elə bir şeydir ki, doğrudur, dünya zinətləri insan beynində dopamin hormonunun ifraz olunmasını şərtləndirir. İnsan nə qədər çox zinət görəndə beyindən dopamin hormonu, hansı ki o xoşbəxtlik hormonlarından biridir, ifraz olur, nəticədə insan xoşhal olur. Lakin dopamin ən üstün xoşbəxtlik hormonu olan serotonin hormonunun ifrazatını azaldır. Serotonin hormonu hacan ifraz olur? O zaman ki, insan dəyərlərə bağlı olur. Və insan bir yerə söykənmiş olur. Qalıcı bir varlığa söykənmiş olur. Bu zaman serotonin çox ifraz olur. Maraqlıdır ki, dopamin serotonin ifrazının qarşısını alır. Ona görə də bizim hədislərimizdə də, Quranda da təkid edilib ki, insan dünya zinətinə çox bağlanma. Nə qədər dünya zinətinə çox bağlansan, o miqdar xoşbəxtliyin azalacaqdır. Sən həqiqi xoşbəxt olmaq axtarışındasansa, sən qalıcıya, sən daimiyə, sən əzəliyə və dəyərlərə arxalan. Dəyərlərə bağlan. Nəinki gedər gələr zahiri zinətlərə. Ya Əli, cəmaat dünya zinətinə bağlananda sən axirət zinətinə bağlan. Və beşincisi, وَإِذَا رَأَيْتَ النَّاسِ يَشْتَغِلُونَ بِكَسْرَةِ الْعَمَلِ فَاشْتَغِلْ أَنْتَ بِسَفَّةِ الْعَمَلِ. Ya Ali, cəmaat çox iş görməyə, işin miqdarının çoxalmasına, əməlin miqdarının çoxalmasına diqqət etdiyi zaman sən əməlin paklığına diqqət elə. Əməlin xalisliyinə çox diqqət elə. Çox namaz qılmağa ehtiyac yoxdur, amma xalis namaz qılmağa ehtiyac var. Çox sədəqə, ikram etməyə ehtiyac yoxdur, amma ikramı gərək xalis niyyətlə edəsən. Ümumiyyətlə, heç bir şeyi iki üzlü gərək etməyəsən. Sənin qəlbin o qədər aram olmalıdır ki, o qədər saf olmalıdır ki, bir insanla görüşəndə, kimliyindən asılı olmayaraq, o qədər özünü aram hiss eləməlisən ki, onun yanında özünü fərqli hiss eləməyəsən. Sən bir işin içindəsənsə, o qədər özünü aram hiss eləməlisən ki, sənin niyyətindən paklıq yağsın. Niyyətindən murdarlıq, xarablıq yağmasın. O xarablığı, o murdarlığı insanlar da sezir, Allah da sezir. Sən nəsənsə osan, sənin nə bacarığın varsa, sən osan. Ondan artıq sən öz bacardığını görsətkinə. Bacarmadığın işdə sən bacarmadığın işə baş qoşma. Və işində səmimi ol, pak ol, niyyətində dürüst ol. Allah da bərəkət verəcəkdir.
Əli əleyhissalam həmin o saf niyyətin, saf əməlin rəmzidir. Paklığın rəmzidir. Leylətül Hərir, Hərir gecəsi Əli əleyhissalamın qoşunu ilə Muaviyyənin qoşunu üz-üzə gəlib. Qılınclar elə göydə oynayır ki, sanki dağ uçur gəlir. Çox qanlı bir gecədir həmin gecə. Cəmaət deyir ki, biz Əli əleyhissalamı qorumalıyıq. Axtarırlar ki, Əli əleyhissalam bu döyüşlərin içərisində hardadır? Harda vuruşur? Tapa bilmirdilər. Dedilər, gəlin Allahu Əkbər sədasına qulaq asaq. Görək, hardan Allahu Əkbər sədası gəlir, ora gedək. Çünki Əli əleyhissalam hər kafiri yerə sərəndə Allahu Əkbər deyir. Hətta burada bir söz də var, deyirlər, Əli əleyhissalam həmin gecə 536 Allahu Əkbər dedi. Yəni 536 kafiri yerə sərdi. Malikəşlər dedi, ya Əmirəl-Müminin, mən də təqribən ona yaxın qədər kafiri yerə sərmişəm. Həzrət buyurdu ki, bəli, ola bilər Malik, amma sənlə mənim bir fərqim var. Dedi, nədir o fərqi ya Əmirəl-Müminin? Dedi, sən ucdan tutma kimsənin qabağına çıxıb kafir. Sən onu yerə sərmisən, amma mən baxmışam, onun nəslindən gələcəkdə bir mömin belə çıxmayacaq adamları yerə sərmişəm. Mənlə sənin fərqin bundadır. Həmin gecə bir şəxs gəldi Əmirül-Müminin qabağına və qılınc çəkdi Həzrətin üzünə. Həzrət öz qılıncı ilə onun qılıncını saldı yerə. Yerə salanda bu şəxs duruxdu, qaldı. Amma fikirləşdi ki, Əli cömərd adamdır. Əlində qılınc olmayan adama qılınc çəkməz. Fikirləşdi ki, üzünü çevirsin o tərəfə, qışqırsın ki, mənə qılınc göndərin. Əli əleyhissalam öz qılıncını çıxartdı, verdi buna. Buyur. Bu şəxs o dərəcədə heyrətləndi ki, yazırlar, tarix yazır ki, həmin şəxs atdan yerə düşdü, dizin süründü, gəldi Əli əleyhissalamın qabağına. Dedi, ya Əmirəl-Müminin, sənə fəda olum. Mən sənin kimi bir cömərd, bir kişiyə mən qılınc almağa gəlmişəm. Mən nə qədər bədbəxt adam imişəm. Siz təsəvvür eləyirsinizmi? Bir insan həmin anda öz qılıncını, özü qılıncsız qala qılıncını verə qarşı insana. Əli belə bir şəxsiyyətdir. Deyir ki, çox əməldən çox, əməlin paklığına, saflığına diqqət yetirin. Saf olun. Sevgidə də saf olun. Pak olun. Allah bizim qəlbimizi Əmirül-Müminin sevgisi ilə doldursun inşallah. Bir qoca kişi var idi, çox Əliyə aşiq idi. Vaxt çox uzundur. Mən gördüm ki, artıq çox gedib, məcburam, moizəmi qısaldıram. Çox da sizi yormayayım. Bir qoca kişi var idi, yaşlanmışdı, beli bükülmüşdü. Amma qaça-qaça gəldi Həzrətin huzuruna, Əli əleyhissalamın huzuruna. Dedi, ya Əmirəl-Müminin, gəldim sənin huzuruna. Buyurdu ki, ağsaqqal, belim bükülüb. Dedi ki, ya Əmirəl-Müminin, sizin yolunuzda bükülüb. Dedi, amma cəld də qaça-qaça gəldin. Dedi ki, sizə xidmətdə qaçdım. Dedi ki, amma görürəm ki, ömrümə hələ biraz qalıb. Dedi, ya Əli, o ömrüm də sizə fəda olsun. Bütün ömrümü sizə xidmətdə sərf etmişəm. Sizin qabağınızda qaça-qaça gəlirəm. Qalan ömrüm də sizə fəda olsun. Mən bu rivayəti oxuyanda çox dua elədim Allaha. Dedim, ilahi,
bizə Əhl-i Beyt əleyhimussalamı, bizə Əli əleyhissalamı o dərəcədə tanıtdır inan ki, biz keçmişimizdə, indikimizdə, gələcəyimizdə bax o məhəbbətlə, o xidmətlə keçsin inşallah. Elə bizə tanıtdır. Həqiqətən. Ya Ali, cəmaat əməlin çoxluğuna diqqət etdiyi zaman sən əməlin saflığına diqqət elə. Və altıncısı, sonuncu söz. Və izə rəəytən nas yətəvəssəlunə bil xəlq fətəvəssəl əntə bil xalik. Başa düşdünüz yəqin, ərəbcədə olsa. Ya Ali, cəmaat xəlqə təvəssül edəndə, yaranmışlara təvəssül edəndə, sən xaliqivə təvəssül elə. Sən Allah'a bağlan. Cəmaat, cəmaata ümid bəsləyəndə, sən kimə ümid bəslə? Allah'a ümid bəslə. Allah'ına ümid bəsləyən həmişə qalibdir. Mümkün deyil ki, Allah'ına ümid bəsləyənin ümidini Allah qırmış olsun. Allah bizi inşallah Peyğəmbər sallallahu aleyhi və alihin bu mübarək muizəsinə inşallah qulaq asanlardan, əməl edənlərdən və o tövfiqə nail olanlardan qərar versin inşallah. 21-ci gecədir, Əli əleyhissalamın son dəqiqələridir. Tarix yazır ki, Həzrəti evə gətirdilər və Həzrət günü gündən onun halı dəyişirdi. Məhz 21-ci gün Mədinənin həkimini dəvət etdilər. Əli əleyhissalamın mübarək başına yaylıq bağlanmışdı. Ağ əski parça bağlanmışdı ki, ta yaranı müəyyən qədər bitişdirsin. Amma o parça sanki o başdan gələn zəhərdir, nədir? Onunla elə bir şəkildə aludə olmuşdu ki, parça ilə mübarək rüxsarının rəngi fərqlənmirdi. Həkim gəldi, İmam Həsən-i Muçtəba aleyhissalama dedi ki, bir heyvan kəsin, bir qoyun kəsin, həmin qoyunun bağırsağından mənə gətirin. Gətirin, mən onda deyə biləcəm ki, bu xəstənin halı hansı yerdədir. Tez bir heyvan kəsdilər, gətirdilər həmin o həkimə. Həkim həmin o bağırsağı qoydu Həzrətin mübarək başına və neçə dəqiqə gözləyəndən sonra həmin o bağırsağı götürdü, baxdı ki, Həzrətin mübarək beyninin qalıntıları artıq həmin o bağırsağa yapışmışdır. Üzünü tutdu Peyğəmbər ailəsinə, övladlarına, dedi ki, onun bu yataqdan artıq durma şansı yoxdur. Artıq o öz vəsiyyətini etməlidir. Amma sənə bir söz deyim. Əgər o yemək istəsə, ona süd verin. Su istəsə, süd verin. Meyvə istəsə, süd verin. Çünki süddür ki, zəhəri bədəndən qovan, bu qabiliyyətə sahib olan bir qida. Və həkim çıxdı, getdi. Təbii ki, Əli əleyhissalamın övladları çox pərişan, nigaran, ağlayırlar. Bu xəbər qısa bir müddətdə Mədinəyə yayıldı ki, həkim deyib ki, bu xəstənin dərmanı süddür. Yazırlar, sanki Mədinə səfərbər oldu. Böyüklər yox ha, uşaqlar. Əsasən də yetim uşaqlar. La ilahə illallah. Tarix yazır ki,
300-dən yuxarı uşaq əlində süd qabı ilə gəlmişdilər, dayanmışdılar Həzrətin evinin qapısında. Siz bu sevgiyə baxın. Siz bu sevginin səmimiyyətinə baxın. Siz bu sevginin paklığına baxın. Bir ana olub, onun 4 yetim uşağı olub. Bir dəvələri olub. Həmişə hər gün həmin dəvənin südünü sağıb, bazarda satıb, həmin günün azuqasını, çörəyini alıb gətirirmiş bu 4 yetim uşağına. Həmin uşaqlar analarından xahiş ediblər ki, anacan, bugün bu südü aparma ginən bazara. Deyib ki, balalarım, bəs mən sizə nə verəcəm? Bugün nə yiyəcəksiniz? Deyiblər ki, anacan, bugün biz yemək istəmirik. Bugün biz bu südü ağamız üçün, Mevlamız üçün aparmaq istəyirik. Uşaqlar gəliblər və çox qəribə bir hal da olub. Bir yetim uşaq, onun heç nəyi olmayıb süd almağa. Tarix belə yazır. Onun bir cüt başmağı olub. Həmin o başmağı götürüb, gedib süd satanın yanında. Həmin o başmağı qoyub süd satanın yanında deyib ki, məsələn, pulvu gətirəndə götürərəm, amma sən mənə süd verginən, mən aparım ağam üçün, Mevlam üçün. Gətirib, o da dayanıb həmin balaca uşaq, həmin o yetimlərin arasında. Amma Əli əleyhissalam içəridədir. O elmi imamətlə duyur, hiss edir. İmam Həsən əleyhissalama deyib ki, oğul Həsən, çıx çölə, ayağında başmağı olmayan həmin o yetimin əlindən südü al, gətir gilə. İmam Həsən Müştəba əleyhissalam çıxıb, həmin o yetimdən alıb südü, gətirib verib Həzrətə. Tarix yazır ki, Əli əleyhissalam İmam Həsən əleyhissalama dedi ki, oğlum Həsən, o balacaların qəlblərini sındırma ginə. O südlərin hamısını cəm elə, gətir və onları yığ bir yerə. Həmin o süddən İbn Mülcəmə məluna da apar ginə. İbn Mülcəm Əli əleyhissalamın evində idi. Baxın, nə cür bir məlun şəxsdir. Həzrətin evində ola-ola, Həzrətin üzünə gülür, övladlarının üzünə gülür. Deyir ki, mən o qılınca 1000 dirhəm pul vermişdimsə, ona qatdığım zəhərə də 1000 dirhəm pul vermişəm. Elə bir zəhər almışam ki, Əli, sən o yataqdan dura bilməzsən. Bunu məsxərə edərək, əlləri qandallı olmasına baxmayaraq, məsxərə edərək Əli əleyhissalamın və övladlarının üzünə deyirdi. Amma o Əli, onun üzünə məsxərə edən həmin o məluna süd verilməsini tapşırır. Və Həzrətin halı get-gedə pisləşir. Artıq içəriyə adam qəbul etmək mümkün deyil. İmam Həsən Müştəba əleyhissalam tapşırır ki, hamı getsin. Tapşırmasına baxmayaraq, Həzrətin ən layiqli dostlarından biri Əsbəğ ibn Nübatə. Qapıda dayanıb gedmir. Deyir ki, ya Həsən, mən bilirəm ki, getsəm mən bir daha ağamın üzünü görməyəcəm. Gedə bilmirəm. Həzrət deyir ki, axı İmam əleyhissalam qəbul etmək şansı yoxdur, halı çox xarabdır. Bir qoy keçim soruşum, görüm səni qəbul edərmi? Keçir içəri, Əli əleyhissalam deyir ki, qoy gəlsin Əsbəğ. Bu görüşün bərəkətindən Əsbəğ gəlir, mübarək əlini qoyur Əli əleyhissalamın əlinin içinə. Peyğəmbər Əkrəmdən bir hədis nəql edir Əli əleyhissalam ona. Həmin o hədisi də Əsbəğ sonuncu hədis olaraq İmam əleyhissalamdan nəql edib. Xülasə, artıq məlum oldu ki, Həzrətin son anlarıdır. Tarix yazır ki, Həzrət övladlarına səsləndi. Dedi ki, Fatimənin balalarından savayı
hamı çölə çıxsın. Tarix yazır ki, Həzrəti Əbülfəzl Əbbas əleyhissalam da ki, həmin məqamda hazır idi. O da asta-asta çıxmaq istəyəndə dedi ki, Abbas, sən qal. Hamı çıxır, amma Abbas qalır. Zəhra balalarıdır, amma Abbas qalır. Niyə görə? Çünki Əli əleyhissalam xanım Zəhranın vəsiyyətini yadına salır həmin an. Xanım Zəhra Əliyə vəsiyyət eləyəndə nə dedi? Dedi, Əli, وَاتْفِنِّي بِالْلَيْلِ وَغَسِّلْنِي بِاللَّيْلِ Əli, məni gecə qusl ver, məni gecə kəfən elə, məni gecə dəfn eləyərsən. وَابْكِنِي وَابْكِ الْيَتَامَى وَلَا تَنْسَ قَتِيلَ الْعَدَى بِالْعِرَاقِ Əlican, mənə gecə qusl ver, gecə kəfən elə, gecə dəfn eləyərsən. Amma mənə ağlayarsan, mənim yetimlərimə ağlayarsan. Amma bir şəxsi xüsusi tapşırdı. Dedi, İraq torpağında düşmənlərin zülmü ilə şəhid ediləcək balam Hüseyni sənə ayrıca tapşırıram, ya Ali. Hüseyni yaddan çıxartma. Xanım Zəhra salamullah aleyhanın bu vəsiyyətindən Əli əleyhissalam yazır tarix ki, İmam Hüseyn əleyhissalamın mübarək əlin qoydu Həzrəti Əbülfəzl Abbas əleyhissalamın əlinin içərisinə. Dedi, Abbas, can sən, can Hüseyn, heç zaman Hüseyndən ayrı düşməyəsən. Ya Əmir əl-Müminin, sənin Abbasın necə bu vəsiyyətivə riayət elədi? Necə riayət elədi? Tarix yazır ki, Əbəlfəz suya düşəndə Hüseyn su içməmişdi deyə içmədi. Həmişə qardaşını ya Mevla, ya Seyyidi deyə çağırırdı. Ey mənim ağam, ey mənim Seyyidim. Amma bir anda çağırdı qardaşını, ya əxa, ey mənim qardaşım. Tarix yazır, deyirlər ki, çünki xanım Zəhra salamullah aleyha Əbəlfəz ağanın mübarək gözlərinə görsəndi, mənim oğlum deyə ona xitab elədi deyə Həzrəti Əbəlfəz onda İmam Hüseyn ağanı ya əxa deyə çağırdı. İmam Hüseyn ağa gəldi onun başının üzərinə, başını qoyub öz dizinin üstünə. Hüseyn Əbəlfəzin başını dizinin üstünə qoyur, amma Əbəlfəz başını aşırdır torpağın üstünə. Qaytarır, təzdən qoyur. Deyir, qardaşım Əbəlfəz, niyə görə öz başımı qoymursan mənim dizimin üstündə qala? Qardaşım Hüseyn, indi mənim başım sənin dizinin üstündədir. Axı sənin başın bəs kimin dizinin üstündə olacaqdır? Birazdan sənin başın isti qumlar üstündə olacaqdır. Mənim başım bəs sənin dizinin üstündə niyə olsun? Ələ lə'nətullah, ələl qavmiz zalimin və səyə'ləmullezine zələmu əyyəmun qələbin yənqəlibun inna lillah və inna ileyhi raciun. İlahi, sənə and verirəm, Əmirül Müminin onun balalarının çəkdiyi müsibətlərə. İlahi, bizləri Əhl-i Beyt aşiqi qərar ver, ya Rabbi. İlahi, onların məhəbbətin bizlərin qəlbimizdə payidar qərar ver. İlahi, bizim aqibətimizi onların aqibətindən ayrı salma, ya Rabbi. İlahi, sənə and verirəm, Əmirül Müminin və onun balalarının çəkdiyi müsibətlərə. Dünya və axirətimizi onlarsız qərar vermə inşallah. Allahümme salli ala Muhammedin və ali Muhammed.